Salam, hər vaxtınız xeyir əziz döyüş həvəskarları. Bugün ölkəmizdə əsir döyüş bayramıdır desək tam yerinə düşər. Çünki artıq ikinci dəfədir ki, dünyanın ən nüfuzlu döyüş təşkilatlarından biri UFC gecəsinə biz ölkəmizdə ev sahibliyi edirik və bu dəfə ötən ilkindən fərqli olaraq qarşılaşmalar Bakı Kristal zalında yox, Milli Gimnastika arenasında keçirilir. Elə biz də arenanın ətrafında kameralarımızı quraşdırmışıq. Qarşıdakı müddət ərzində həm arenanın daxilindən, eyni zamanda arenanın çölündən bağlantılarımız olacaq. Müəyyən sujetlərimiz var, həmçinin qarşılaşmaları, başa çatan qarşılaşmaları və irəlidəki döyüşləri analiz edəcəyik qonaqlarımla bir yerdə. Qonaqlarımı istərdim sizlərə təqdim edeyim. Qonaqlarımız Ruslan Məmməd Həsənov, MMA Federasiyasının gənclər və böyüklərdən ibarət baş məşqçisi. Xoş gördük sizi. Xoş gördük sizi, salamlayıram mən də sizi. Eyni zamanda digər qonağım, əslində qonaq demək olmaz, bizim həmkarımızdır, İdman TV-nin əməkdaşı, dəyərli dostumuz Kənan Quliyev. Xoş gördük səni Kənan. Çox sağ ol İbrahim, təşəkkürlər. Mən də bütün İdman TV tamaşaçılarını və döyüş həvəskarlarını salamlayıram. Artıq döyüşlər başlayıb, Milli Gimnastika arenasında həyəcan var və ilk həm yerlimiz qələbə ilk qələbə qazandı. Təbii ki, Kənan, biz müzakirələrə keçmədən əvvəl izləyicilərimizin diqqətinə bir məqamı çatdırmaq istərdim ki, təbii ki, İdman TV olaraq biz istərdik ki, ötən ilki kimi bütün qarşılaşmaları sizlərə təqdim edək, lakin bizdən asılı olmayan səbəblərdən, yəni UFC-nin teleyayım qanunlarına əsasən biz yalnız 3 döyüşü sizlərə təqdim edə bilirik. Yəni, çünki izləyicilərimiz sosial şəbəkələrdə yazırlar ki, niyə döyüşləri təqdim etmirsiniz və bildirək ki, bu bizdən asılı olan bir hal deyil. Biz yalnız sizə bu, yəni ötən ilki kimi yox, bu il biz 3 döyüş təqdim edə biləcəyik canlı olaraq və istərdim keçək müzakirələrə və az əvvəl Kənan bildirdi ki, artıq 6 döyüş başa çatıb və ilk qarşılaşmada bizim həmyerlimiz Tahir Abdullayev qələbə qazandı. Kənan, sən özün də döyüşlərdə şərhçi olacaqsan, bugünkü döyüşlərdə, əsas döyüşlərdə. Ümumiyyətlə, ilk döyüş yəni necə təsir bağışladı sənə? Əslində ilk döyüşdə Tahirin dəstəyi çox idi. İlk saniyələrdən artıq azarkeşlər Gimnastika arenasında Tahiri irəli səsləyirdilər. İlk 2 raund mən canlı izləyirdim elə arenadan. İlk 2 raund Tahir rəqibi ancaq qovmaqla məşğul idi. Rəqibin üstünə getsə də, heyf ki, Jefferson ondan qaçırdı. Hətta bir neçə dəfə Tahir hakimə etirazını da bildirdi, qollarını qaldırdı ki, mən nə qədər onu qovacam. Yəni, dayansın bir yerdə döyüşək. Hakim hətta 2 dəfə xəbərdarlıq etdi Jeffersona bu məsələ ilə bağlı. Ardından isə 3-cü raundda artıq Tahir istəyinə çatdı. Yəni, rəqibi parter vəziyyətinə gətirib, sıxışdırmağa başladı və nəticəsini də verdi. Nokautla qalib gəldi hakimin qərarı ilə, oktagondakı hakimin qərarı ilə. Məncə maraqlı döyüş idi. Yəni, Tahir daha tez qalib gələ bilərdi. Jefferson uzaqlaşmasaydı, yəni bir qədər qaçmağa çalışırdı, o yaxın məsafəli döyüşdən çalışırdı və bir neçə dəfədə Tahir hətta parter vəziyyətinə gətirməyə çalışdı döyüşü. Bundan da yayınırdı Jefferson əlindən gələn qədər. Ümumilikdə götürdüyüm zaman maraqlı döyüş idi, əla başlanğıc idi məncə. Əslində, Ruslan müəllim, biz izləyici olaraq bu döyüşləri izləyirik. Lakin siz həm özünüz döyüşçü olmuşsunuz, eyni zamanda hal-hazırda da bu işin içindəsiniz və siz bir ekspert olaraq yox, artıq döyüş yolu keçmiş bir şəxs olaraq baxırsınız qarşılaşmaya. Ümumiyyətlə, ilk qarşılaşmada düzdür, Tahirin rəqibi kifayət qədər güclü idi, aktivində məğlubiyyət yoxdur, ardıcıl qələbələri var, çətin rəqibi idi. Ümumiyyətlə, siz hansı məqamları xüsusi vurğulayardınız bu döyüşlə bağlı? Birinci növbədə Tahir Abdullayevi təbrik edirik. Həqiqətən gözəl qələbə idi. İlk debut döyüşü idi, biraz həyəcanlı, amma belə deyək də, rəqib çox qaçdı, rəqib çox qaçırdı. Baxın, rəqib çox qaçırdı. Axırda istədiyinə nail oldu, tutdu. Elə orada da məsələni qurtardı. İndi İnşallah yerdə qalan döyüşçülərimizi gözləyir. Mən səhv eləmirəmsə bir döyüş qalıb. Bəli, Fərman qalıb, prelim döyüşlərdən. Həyəcanla gözləyirik, yerdə qalan idmançılarımıza da uğurlar.
Mənə elə gəlir udmalıdır Azərbaycan idmançıları. Fərmandan yəni ki, qələbə gözləyirsiniz. Qələbə Əslində gözləyirsiniz. Fərmanın Rəqibi güclüdür. döyüşü ilə bağlı da istərdim elə fikrinizi öyrənək. Çünki Erik Nolanla üz-üzə gələcək və burada bir məqam var. Kənan, yəqin ki, sən də mənimlə razılaşarsan. Erik Nolan Instagramda bir story atmışdı və bildirmişdi ki, küncümdə dayanmaq üçün Azərbaycana mənimlə getməyə bir şəxs lazımdır. Özünə adam axtarırdı. Hətta belə bir ehtimal var idi ki, Azərbaycana tək də gələ bilsin. Lakin biz flash müsahibələrdə döyüş öncəsi mən ondan soruşdum. Belə bir imkanımız oldu. Dedi ki, o bildirdi ki, yəni tək gəlməmişəm. Burada tək olmayacağam, amma hər bir halda biz Fərmanla oktagonun içində yanımızda kim olursa olsun, yekunda təkbətək qalacaq, baş-başa qalacaq. Yəni belə bir maraqlı açıqlama verib. Sizcə Fərman Nolana qarşı nə ilə Mənə elə gəlir ki, Fərmanı tanıyırsınız. Bəli, tanıyıram. Məşqçisini tanıyıram. Hansı potensiala malik olduğunu bilirsiniz? Mənə elə gəlir ki, bu döyüşün taleyini Fərman parterdə bitirməlidir. Mən bu döyüşü elə görürəm. Yəqin ki, bu Fərmanın güləşçi keçmişindən irəli gəlir. Bəli. Rəqib də olduqca güclüdür. Rəqibin də döyüşlərinə baxmışıq. Mənə elə gəlir ki, Fərman bu döyüşü parterdə bitirəcək. Kənan, sən necə fikirləşirsən? Ümumiyyətlə, Fərmanın az əvvəl Ruslan müəllim də bildirdi ki, bir güləşçi keçmişi var və yaxşı döyüş əgər parterə gedəcəyi təqdirdə üstün tərəfdir. Eyni zamanda yəni striker bacarıqları da kifayət qədər yüksəkdir. Sənin fikrin necədir, yəni döyüşlə bağlı? Mən fikirləşirəm ki, indi hər iki tərəfi araşdırmışam əslində və Fərmanın güləş bacarıqları ilə yanaşı bir qədər rəqibə də diqqət nəzər yetirmək lazımdır. Çünki Nolan deməli xüsusi təyinatlı qoşunlarda xidmət eləyib, döyüşçü olmazdan əvvəl Amerika Birləşmiş Ştatlarında. Belə bir maraqlı bir məqam da var. Kifayət qədər dözümlü bir insan olduğundan xəbər verir. Yəni bu tək idmançı kimi yox, ümumiyyətlə insan kimi çox dözümlü insan, çox xüsusi təyinatlıları biz aslında filmlərdən bilirik. Nə qədər onların məşqlər keçirirlər, xüsusi ağır məşqlər. Ardından isə deməli Amerikada Amerikan güləşi ilə məşğul olub. Bizim sərbəst güləş adlandırdığımız idmançı ilə. İki güləş meyilli, partiya meyilli idmançı, bəli. İdmançı üzrə gələcək. Təbii ki, bizim könlümüz istər Fərman qalib gəlsin. Amma hər halda rəqibi də aşağı görmək olmaz. Yəni, yeri gəlmişkən döyüş başladı. Döyüş başlayıb. Fərman Həsənov, bəli. Fərmana da uğurlar arzu edirik. Bizim isə bir bağlantımız var. Hal-hazırda əgər mümkündürsə keçək bağlantıya. Arenadan bizim bağlantımız olmalıdır. Keçirik. Təxminən bir saat əvvəl arenanın ətrafında öz yerlərini tutmağa çalışan böyük azarkeş axını müşahidə olunurdu. Hazırda gördüyünüz kimi də azarkeşlər buraxılış məntəqəsində biletlərini təqdim edərək öz sıralarını tutmağa çalışırlar. Normalda təxminən 9000 tamaşaçı tutumuna malik olan Milli Gimnastika Arenasında bugün UFC-yə olan böyük maraq nəzərə alınaraq oturacaqlarda, əlavə oturacaqlar da quraşdırılıb. Nəticədə daha çox azarkeş bu döyüşləri izləyəcəklər canlı olaraq. Eyni zamanda onu da bildirmək istəyirəm ki, bugün MMA həvəskarları ilkin kart və əsas kart olmaqla ümumilikdə 13 döyüş izləyəcəklər. Qarşılaşmaya şahidlik edəcəklər. Onu da nəzərinizə çatdırım ki, maraqlı məlumatlardan biridir. Ötən il UFC-nin Bakıda keçirilən ilk turniri zamanı yaranan möhtəşəm atmosfer təşkilat tərəfindən ən coşqulu beynəlxalq tədbirlərdən biri kimi qiymətləndirilmişdi. Xüsusilə yerli azarkeşlərin Rafael Fiziyev və Nazim Sadıqovun qələbəsi zamanı verdiyi möhtəşəm reaksiya bu ab-havanın formalaşmasında mühüm rol oynamışdı. Bugün də eyni hadisənin təkrarlanacağına ümid edirik. Qarşıdakı saatlarda bizi maraqlı döyüşlər gözləyir. Artıq ilk döyüşümüz bitib. UFC-də debutant olan, debüt edən Tahir Abdullayev rəqibi Braziliyalı rəqibi ilə mübarizədə qalib olaraq ayrıldı. Biz isə hadisələrin gedişatını, daha son məlumatları irəliləyən saatlarda sizə çatdırmağa davam edəcəyik. Bəli, sujeti də izlədik. Əslində bu dəqiqələrdə Fərmanın döyüşü başlayıb və Ruslan müəllim, döyüş öncəsi müsahibəmizdə Fərmandan çox istəkli görünürdü Fərman və deyirdi ki, hətta bu dəqiqə döyüş təşkil olunsa, yəni çox istəkliyəm ki, çıxım orada döyüşüm. Sizcə ümumiyyətlə bu kimi hal nədən qaynaqlanır? Çünki idmançıların hədəfidir UFC-də döyüşmək və bu məqamda da artıq şans gəlib, bir növ şans özü ayağından bizə gəlib və
bu mərhələdə artıq onu dəyərləndirmək lazımdır. Bu Fərmanın belə deməyi bu bir növ özgüvəndir, özünə inamdır. Həm də siz demişsiniz, şansdır, düşüb. Mütləq şəkildə yararlanmaq lazımdır. Rəqibi də güclüdür. İlk döyüşüdür Fərmanın. Bəli, Biraz bəli. məsuliyyətli olmalıdır, çox məsuliyyətli olmalıdır. Ümumiyyətlə UFC-nin ölkəmizdə keçirilməsi bizim idmançıların beynəlxalq arenaya çıxmasına kifayət qədər yol açdı və bu halda sizin tələbələriniz Ruslan müəllim, yəni UFC ilə müəyyən kontrakt məsələsi və yaxud digər məqamlar sizcə qarşıda görə bilərikmi? Belə deyim də, hər bir məşqçi istəyər ki, tələbəsi UFC-də vuruşsun. Var, bizdə də var. Ya hal-hazırda UFC desə ki, bizə 2 nəfər döyüşçü verir. Verə bilərik. Bir qız, bir oğlan. Quliyev Nihat, Əliyeva Nərmin. İkisini də verə bilərik. Hər halda ümid edək ki, elə sizin tələbələriniz də İnşallah UFC arenasında döyüşəcəklər. İnşallah. Kənan, əslində düzdür, hal-hazırda Fərmanın döyüşü keçirilir və digər başa çatan qarşılaşmalar haqqında mən istərdim bir qədər danışaq. Çünki çox maraqlı döyüş oldu Beksat Almaxanla Can Matsumoto arasında və bu döyüşdə düzdür, qarşılaşma yekunda hakimlərin qərarına getdi. Lakin orada bir məqam oldu. Sonuncu raundda Almaxan xal hesabında müəyyən üstünlüyü var idi Almaxanın. Lakin yekunda yəni həmin saniyələr ərzində bilmədim nə baş verdi. Heç yəni bəzən sosial şəbəkələrdə də hal-hazırda izləyicilər yazırlar ki, nəyə görə Almaxan qalib gəlmədi. Çox maraqlıdır. Sən necə fikirləşirsən? Mən burada ümumi statistikaya baxıram UFC-nin rəsmi saytında və buradan belə başa düşmək olar ki, zərbə sayında Matsumoto daha üstün olduğu üçün ona hakimlərin qərarı ilə qələbə verilib. Yəqin ki, 3-cü müəyyən saniyələrə qədər Almaxanın bir üstünlüyü var. Çünki 1-ci raund və 2-ci raundda bərabərlik var idi. Hər şey 3-cü raundda həll oldu. Bəli, bəli. Zərbə sayında 89-70 belə bir üstünlüyü var Matsumoto'nun. Yəqin ki, elə buna görə, o 19 artıq dəqiq zərbəyə görə məhz Matsumoto'ya qələbə verilib. Döyüş ərzində ümumiyyətlə parter vəziyyəti olmayıb, bir dənə yox, ümumiyyətlə parter vəziyyəti olmayıb. Takedown'a keçməyib döyüşçülər. Bütün döyüş 3 raund ayaq üstə gedib. Sadəcə o zərbə çoxluğu, məncə UFC hakimləri bu məqamlara çox fikir verirlər. Daha çox aktivliyi göstərən idmançıya bəzən qələbə verirlər və orada zərbələrin dəqiqlik məsələsi də var və hara endirilməsi məsələsi çox vacibdir. Əsasən baş nahiyəsinə endirilən zərbələr daha çox hal verir idmançıya. Əslində maraqlıdır ki, Almaxan sonuncu döyüşünü İlya Topuryanın qardaşı Aleksandr Topurya ilə üz-üzə gəlmişdi və məğlub olmuşdu. Əslində bu qarşılaşma bir qədər onun üçün bərpa deyək, yəni özünə gəlmək baxımından kifayət qədər uyğun rəqib sayıla bilərdi, lakin bilmirəm nə baş verdi. Ümumiyyətlə Ruslan müəllim, belə hallarda idmançıların psixoloji durumu, yəni döyüşün keçirildiyi coğrafiya da kifayət qədər önəmli rol oynayır. Lakin bəzən necə deyərlər, alınmayanda alınmır. Belə deyim də, həmin gün döyüşçünün günü olmalıdır. Həmin gündən çox şey asılıdır. Döyüşçü durur, həmin gün əhval-ruhiyyə yüksək səviyyədə olmalıdır. Yəni maksimum həmin günə fokuslanmaq. Həmin günə. Çəki salmaya qədər, bizdə misal üçün necə? Çəki salmaya qədər mən ümumiyyətlə uşaqlara deyirəm ki, siz yarışı düşünməyin. Sizin işiniz çəki salmaq. Yarış günü yarışa fokuslanmaq lazımdır. Və biz ümumi çəkilərə də nəzər yetirəndə Kənan, məsəl üçün həm yerlərimizdən Tahir Abdullayev və Fərman Həsənovun mübarizə apardığı çəki dərəcəsi welterweight çox çətin çəki dərəcələrindən biri sayılır. Çünki əvvəllər lightweightdə, yəni yüngül çəkidə necə deyirlər, o qorxulu rəqiblər əgər oradaydısa, artıq həmin rəqiblər bir qədər yaşlanıb. Amma biz welterweight-ə baxanda, nəzər yetirəndə İslam Maxaçev var, Yan Geri var, hansı ki İslamla Geri elə döyüşəcəklər qarşıdakı müddət ərzində. Morales var, Carlos Prates var, o məşhur, biz az əvvəl verilişdən də əvvəl sizinlə müzakirə etdik. Ümumiyyətlə, həm yerlərimizin bu çəkidə Kənan, necə fikirləşirsən? Yəni maksimum hara qədər gedə bilərlər? Əlbəttə nə edə bilərlər? UFC-də yeniyik. Düzdür, yeniyik və hələ ki o reyting sıralamasına hələ düşmək üçün müəyyən vaxt lazımdır.
vaxt və qələbələr lazımdır, amma düşünürəm ki, istənilən şəkildə Azərbaycandan kifayət qədər güclü idmançılar çıxa bilər. Və əgər biraz mövzudan kənarlaşmaq istəyirəm, hazırda Fərman Həsənovun döyüşünü düzdür, canlı izləyə bilməsəm də statistikanı izləyirəm. 20 zərbə endirib rəqibin 5 zərbəsinə qarşılıq. Fərmanın 20 zərbəsi var və rəqib takedown'a keçirməyib heç döyüşü bir dəfə də olsun. Yəni parterə sala bilməyib, amma Rəhman bunu 12 dəfə bacarıb. Fərman bunu 12 dəfə bacarıb. 12 dəfə. 12 dəfə takedown, daha doğrusu 18 takedown cəhdinin 12-si uğurlu alınıb. Bəli, üstünlük hal-hazırda açıq şəkildə Fərmanın tərəfindən. Bəli, aktiv olaraq ikinci raund və ümumi vuruşların sayında da 21 zərbəsi var Fərmanın və öndədir rəqib, yəni buna qarşılıq olaraq yalnız 5 dəqiq zərbə endirməyi bacarıb. Yəni kifayət qədər açıq üstünlüydür. Elə bu məqamda bizim hal-hazırda sujetimiz olmalıdır. Mümkünsə rejissorumuz sujeti təqdim etsin. Biz izləyək, daha sonra söhbətimizə geri dönəcəyik. Bugün qarışıq döyüş növlərindən danışarkən ilk ağla gələn təşkilat şübhəsiz ki UFC-dir. 1993-cü ildə ABŞ-də yaradılan Ultimate Fighting Championship əvvəlcə müxtəlif döyüş məktəblərinin nümayəndələrinin qüvvəsini sınadığı turnir kimi meydana çıxmışdı. Lakin ötən 30 ildən artıq müddətdə UFC idman təşkilatı olmaqla yanaşı, həm də qlobal əyləncə sənayesinin ən böyük əyləncə brendlərindən birinə çevrilib. Hazırda təşkilatın turnirləri dünyanın yüzlərlə ölkəsində yayımlanır. Döyüşləri isə milyonlarla insan tərəfindən izlənilir. Məhz UFC-də çıxış etmək qarışıq döyüş növləri ilə məşğul olan idmançıların əksəriyyəti üçün karyeranın ən yüksək zirvəsi hesab olunur. Təşkilatın tarixində Conor McGregor, Habib Nurməhəmmədov, Anderson Silva, George St. Pierre, John Jones və İslam Makhachev kimi ulduzlar yetişib. Onların döyüşləri həmişə geniş auditoriyanın diqqət mərkəzində olub. Bugün UFC dünyanın ən nüfuzlu döyüş liqası hesab edilir və burada qazanılan çempionluq kəməri qarışıq döyüş növlərində ən böyük uğurlardan biri sayılır. Belə bir təşkilatın Azərbaycana gəlməsi ölkə idmanı üçün mühüm hadisədir. 2025-ci ilin iyununda Bakı tarixində ilk dəfə UFC turnirinə ev sahibliyi etdi. Bununla da Azərbaycan UFC yarışlarının keçirildiyi ölkələrin sırasına qoşuldu. Turnirin Bakıda təşkil olunması ölkənin beynəlxalq idman tədbirlərinin keçirilməsində qazandığı təcrübənin və etibarlı tərəfdaş imicinin növbəti göstəricisi oldu. Son illərdə Formula 1 Azərbaycan Grand Prix'si, Avropa oyunları və İslam həmrəyliyi oyunları kimi nəhəng idman tədbirlərinə ev sahibliyi edən Bakı bu dəfə dünyanın ən məşhur döyüş təşkilatını qəbul etdi. Bakı Kristal zalında keçirilən yarış gecəsi həm yerli, həm də xarici azarkeşlərin böyük marağına səbəb oldu. Turnirin əsas döyüşündə sabiq UFC çempionu Jamal Hill Amerikalı Khalil Rountree ilə qarşılaşdı. Gecənin ən çox gözlənilən görüşlərindən Azərbaycan təmsilçisi Rafael Fiziyevin iştirakı ilə yadda qaldı. Yüngül çəkidə çıxış edən təcrübəli döyüşçü Çilili Ignacio Bahamondes ilə qüvvəsini sınadı. Bundan başqa UFC-nin tanınmış ağır çəkili idmançısı Curtis Blades, həmçinin Azərbaycan MMA-sının tanınmış simalarından olan Tofiq Musayev də Bakı turnirində mübarizə aparan döyüşçülər arasında idi. Bu, Azərbaycan azarkeşlərinə dünyanın ən yüksək səviyyəli MMA ulduzlarını canlı izləmək imkanı yaratdı. Elə bu ildə paytaxtımız nəhəng idman şousu ilə döyüş həvəskarlarının diqqətini öz üzərinə çəkəcək. UFC-nin Bakıda keçirilməsi yalnız bir idman yarışı kimi qiymətləndirilmir. Bu hadisə Azərbaycanın beynəlxalq idman məkanındakı mövqeyinin daha da möhkəmləndiyini göstərir. Eyni zamanda belə yarışlar ölkəyə minlərlə xarici qonağın gəlməsinə, turizmin inkişafına və Azərbaycanın dünyada tanıdılmasına mühüm töhfə verir. Ekspertlərin fikrincə, UFC-nin Bakıya gəlişi gələcəkdə daha böyük döyüş tədbirlərinin və digər beynəlxalq yarışların Azərbaycanda keçirilməsi üçün də yeni imkanlar açır. Beləliklə, Bakı artıq təkcə ənənəvi idman növlərinin deyil, dünyanın ən nüfuzlu döyüş arenalarından birinin də vacib məkanlarından birinə çevrilməkdədir. Yenidən hər vaxtınız xeyir əziz izləyicilər. Mən istərdim növbəti qonağımızı sizlərə təqdim edim. Növbəti qonağımız Cəfər İsmiyevdir. MMA döyüşçüsü. Xoş gördük səni Cəfər. Kənan Quliyev isə şərhdədir və o gecənin əsas qarşılaşmalarını sizə canlı olaraq şərh edəcək və bir daha əlavə edim ki, biz
İdman TV vasitəsilə sizə gecənin 3 döyüşünü canlı olaraq çatdıra biləcəyik və bizdən asılı olmayan hallar üzündən yalnız 3 döyüş sizlərə təqdim olunacaq. Bu UFC-nin teleyayım qanunlarına əsasən, yəni bu qərar qəbul olunub. Cəfər, artıq Fərman döyüşür və bu dəqiqələrdə çox böyük üstünlüyü var Fərmanın rəqibi üzərində. Demək olar ki, hər 3 raundu artıq qalib gəlib deyə bilərik. Ümumiyyətlə, bu başa çatan qarşılaşmalardan diqqətini çəkən döyüşlər, ümumiyyətlə xüsusi vurğulayacağım. Tahirin döyüşü ilk oldu. Tahirin qarşılaşması. Mən ilk növbədə salamlayıram. Məni bu belə möhtəşəm gecədə dəvət etdiyiniz üçün təşəkkür edirəm. UFC-nin Bakıda keçirilməsindən bağlı demək istəyirəm bir-iki kəlmə. Çox yəni gözəl belə UFC-nin Bakıda keçirilməsi, yəni dünyanın ən nüfuzlu təşkilatından olan UFC Bakıda keçirilməsi bizim idmançılara çox motivasiya vericidir. Bəli, motivasiya vericidir. Yəni belə idmançılarımız, bizdə gənc idmançılarımız buna baxırlar, bunlardan motivasiya alırlar. Qaldı ki, döyüşlərə Tahirin döyüşü çox yaxşı döyüşdü. Tahir ilk növbədə təbrik edirəm və qalan idmançılarımıza uğurlar arzu edirəm. Fərman da yaxşıdır, bəli, yaxşı döyüş, yaxşı takedownlar elədi. Bəli. Yaxşı idi. Bəli, üstün ilk növbədə hiss olunurdu ki, üstün döyüşmək hiss olunurdu. Sadəcə çoxlu takedown elədi Fərman. İnşallah ki, qalan 2 döyüşçümüz də var orada bizim Nazim Sadiqov və Nazim Sadiqov, Rafael Fiziyev gecənin əsas qarşılaşmasında döyüşəcəklər. Əslində prelim döyüşlər başa çatdı. Cəfər, sən özün də bir döyüşçüsən. Biz az əvvəl Ruslan müəllimlə də söhbət edəndə bildirdi ki, onun tələbələri nə vaxt UFC ilə kontrakt bağlayacaq. Əslində sən özün necə? Yəni sənin ümumiyyətlə UFC-də döyüşmək kimi bir şansın varmı? Belə bir şey deyim də, yəni hər bir idmançı istəyər ki, dünyanın ən güclü təşkilatında döyüşsün. Yəni hansı idmançıya onu dəvət eləsən məsələn, elə bir dəvət gəlsə, Libo idmançı döyüşmək istəyər. Hər birisindən mən də döyüşçüyəm, niyə də olmasın? Təbii ki. Yəni biz döyüşçüyük. Ümumiyyətlə Şaraputdin Magomedov deyirlər ona, dəniz qulduru belə bir ləqəbi də var. Gecənin əsas qarşılaşmasında yəni üz-üzə gələcək. O da rəqibi isə Michel Pereira'dır. Hansı ki, düzdür, biz ümumi Pereira'nın keçdiyi yola nəzər yetirəndə 14 məğlubiyyəti var aktivində. Bu da o deməkdir ki, artıq onu məğlub etməyin 14 üsulu var. Əgər eyni formada məğlub olmayıbsa və digər tərəfdən biz Şaraya nəzər yetirsək, Şara son vaxtlar açığı reallığı danışsaq, elə də yaxşı formada deyil Ruslan müəllim. Və rəqibi Michael Venom Page idi. Hansı ki, Page'in bu dəqiqə 39 yaşı var. Düzdür, güclü idmançıdır, güclü strikerdir və nəzərə alaq ki, Şaraputdin Magomedov özü də güclü striker sayılır, yəni UFC-də və baxımlı, bəzən şou göstərməyi bacarır. Hətta özü də bildirdi ki, mən güləş öyrənmək istəmirəm, çünki mənə şou lazımdır. Ümumiyyətlə, siz onun döyüşündən bu gecə nə gözləyirsiniz? Yəni, rəqib uyğun rəqibdir, belə deyək. Mən açığı ümumiyyətlə necə deyim ki, belə seçilməsin. Şounu sevmirsiniz ümumiyyətlə döyüşdə? Şounu deyəndə ki, belə bir ciddi rəqiblə görməmişəm döyüşünü. Açığı o döyüşdə mənim üçün fərqi yoxdur. Və məncə sizin üçün fərqi olan döyüşlər bizim yerli idmançılarımızdır. Bizim əlbəttə yerli idmançılarımız. Hansı ki, artıq 2 döyüş başa çatıb və gecənin əsas qarşılaşmalarında Nazim Sadiqov, Mateus Camilo ilə üzə gələcək və eyni zamanda Rafael Fiziyev, Manuel Torreslə qarşılaşacaq. Lakin müzakirələrə keçmədən əvvəl bağlantımız var. Həmin bağlantıya mümkünsə əgər qoşula biliriksə, üzr istəyirəm, sujetimiz var. Sujeti izləyək, daha sonra yenidən geri dönəcək. Milli Gimnastika Arenasında UFC Fight Night Bakı turniri ərəfəsində ən həyəcanlı və yadda qalan tədbirlərdən biri təntənəli çəki ölçmə və üz-üzə gəlmələr olub. Qeyd edək ki, bu tədbir UFC turnirlərinin ayrılmaz hissəsi olmaqla yanaşı, döyüş həftəsinin ən emosional anlarından biri hesab olunur. Yarışda döyüşəcək idmançılarımızdan Nizami Sadıqov Braziliyalı Mateus Camilo ilə üz-üzə gəlib.
Yeri gəlmişkən Camilo rəqibi haqqında maraqlı açıqlamalar verib. O, Azərbaycanlı idmançının yerli azarkeşlər önündə böyük təzyiq altında olduğunu deyib. Nazim də açıqlamasında bu döyüşə tam hazır olduğunu dilə gətirib. Özümü yaxşı hiss edirəm. Döyüşə yaxşı çəkilə və güclü vəziyyətdə çıxacağam. Döyüş planımızı açıqlamayacağam. Amma bizim həm A, həm də B planımız var. Bu döyüş üçün lazım olan hər şeyə hazırıq. Merabla tez-tez əlaqə saxlayırıq. O mənə uzaqdan dəstək olur. Hamımız Las Vegasda yaşayırıq. Ona görə də daim əlaqədəyik. Həyatımın ən yaxşı çəki ölçmələrindən biri oldu. Hər şey qaydasında idi. Rəqibimə gəldikdə o çox yaxşı döyüşçüdür. Ayaqüstü döyüşü güclüdür və solaxaydı. Düşünürəm ki, zəif tərəfi yerdə döyüşdü. Rəqibləri döyüşü qarışdırmağa, yəni həm ayaqüstü, həm də güləş elementlərini qarışdırmağa başlayanda çətinlik yaşayır. Eyni zamanda o doğma şəhərində döyüşür və üzərində çox böyük təzyiq var. Turnirdə çıxış edəcək idmançılarımızdan biri Fərman Həsənovdur. O, Amerika Birləşmiş Ştatları təmsilçisi Erik Nolanla döyüşəcək. Hər şey əladır, bərpa da yaxşı gedir. Özümü yaxşı hiss eləyirəm, sabahı səbirsizliklə gözləyirəm. İlk dəfədir, əlbəttə bu həyəcandan çox, daha çox bir həvəsli, belə deyim də, səbirsizlik gəlibdir ki, gözləyim sabahı. Ona görə səbirsizliklə gözləyirəm, həyəcandan çox motivasiya gəlir. Küncümdə dostlarım da olacaq. Bakıda tək deyiləm. Hər şey qaydasındadır. Düzünü desəm, səfərin mənə mənfi təsir eləyəcəyini düşünürdüm. Amma elə olmadı. Yaxşı yatmışam, özümü yaxşı hiss eləyirəm, çəkim də qaydasındadır. Fərman yaxşı döyüşçüdür. Regional səviyyədə yaxşı nəticələr göstərib. Başa düşürəm ki, o öz ölkəsində döyüşür və bu ona müəyyən üstünlüklər verə bilər. Amma eyni zamanda bu, onun üzərində əlavə təzyiq də yaradır. Günün sonunda isə oktaqonda yalnız ikimiz olacağıq. İki yaxşı döyüşçü. Bu qarşılaşmanı səbirsizliklə gözləyirik. Xatırladaq ki, UFC Fight Night Baku turniri iyunun 27-sində Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziev yüngül çəkidə Meksikalı Manuel Torres ilə qarşılaşacaq. Bundan başqa, Azərbaycanlı Nazim Sadıqov Braziliyalı Mateus Camilo ilə, Fərman Həsənov Amerikalı Erik Nolanla, Tahir Artıq UFC Fight Night Bakıda demək olar ki, prelim döyüşlər başa çatıb və son prelim qarşılaşmalarda bizim həmyerlimiz Fərman Həsənov Erik Nolanla üz-üzə gəlir və tam üstünlüyü var. Fərmanın demək olar ki, Tahirin ardınca o da qalib gələcək və bizim döyüş həvəskarlarını, izləyicilərimizi sevindirəcək. Biz az əvvəl digər həmyerlilərimiz gecənin əsas qarşılaşmasında üz-üzə gələcək Nazim Sadıqov və Rafael Fiziev haqda müzakirə edirdi. Ruslan müəllim, bu döyüşlərdən nə gözləyirsiniz? Nazimin sizcə rəqibi uyğun bir rəqibdir? İlk olaraq elə Nazim Sadıqovla başlayaq. Mənə elə gəlir ki, Nazim Sadıqov üçün bu döyüş çox rahat keçəcək. Mən belə fikirləşirəm. Rafael Fizievin rəqibi güclüdür. Amma burada da mən fikirləşirəm ki, Rafael Fiziev qalib olacaq. Həm də nokaut görürəm. Gecədə nokaut görürəm. Belə görürəm. Döyüşüm. Amma ikisinin də rəqibi güclüdür. Cəfər, sənin fikrin necədir? Ümumiyyətlə, Nazim Sadıqov Mateus Camilo döyüşündə hətta dünya üzrə döyüş həvəskarlarının müzakirəsində Nazim daha üstün görülür və bunun əksinə olaraq Rafael Fiziev Manuel Torres qarşılaşmasında isə baxmayaraq ki, Rafael Fiziev son günlərə qədər UFC Lightweight yüngül çəki reytinqində sıralamada var idi, lakin yeni UFC-nin qaydalarına görə meta və media sıralamaları var. O sıralamadan çıxarıldı Fiziev. Bu da əslində onun ümumi son döyüşlərini nəzərə alaraq belə bir qərara gəlinib. Əslində Fizievin biz ümumi keçdiyi yola nəzər yetirsək, son 5 döyüşün cəmi birində qalib gəlib və düzdür, rəqiblərə baxsaq, Cəfər, rəqiblər kifayət qədər güclüdür, çünki 2 dəfə Geyci ilə qarşılaşdı və Geycinin biz İlya Topuriyaya nə etdiyini hər kəs gördü. Yəni İlya bəlkə son 6 ayda döyüşə bilməyəcək, hətta 1 il ola bilər, hətta bu uzana da bilər. Amma baxmayaraq ki, onun fiziki məşq üzrə, yəni çalışdırıcısı bildirdi, açıqlama verdi ki, hər şey yaxşıdır, sümüklər bərpa olur, tez bərpa olur. Hər bir halda yəni Fizievin rəqibləri kifayət qədər güclüdür. Yəni məğlub olduğu rəqiblər. Səncə
bu döyüş Fiziyev üçün ya indi, ya da heç vaxt kimi, yəni xarakterizə oluna bilərmi? Fiziyevin döyüşü çox maraqlı döyüş olacaq və gərgin gedəcək. Mən güclü rəqibdir. Döyüş forması baxımından Fiziyev strikerdir. Hətta UFC-nin ən yaxşı strikerlərindən biridir. Yəni tam cəhd eləmişdi. Bu dəfə biz eyni strategiyanı görə bilərikmi Ruslan müəllim? Onların döyüş planı var. Bilmirəm necə fikirləşiblər. Döyüş planı olur. Amma nəzərə alaq ki, Ruslan müəllim, rəqib çox güclüdür. Adam çox. 17 döyüşünün bir döyüşün məğlub olur. Bir döyüşün məğlub olur və Cəfər 9 nokaut var. Yəni bu çox, indi sən özün də döyüşçüsən. Yəqin ki, Ruslan müəllim də təsdiqləyər. Yəni bu çox, yəni çox qeyri-adi və çox böyük bir nəticədir. Çox maraqlı döyüş olacaq həqiqətən. Çox. Ümumiyyətlə necə fikirləşirsiniz? Cəfər səndən davam edək. UFC-də, ümumiyyətlə MMA-in özündə parteri güclü olan döyüşçülər bir qədər daha çox irəliyə gedə bilirlər və nəzərə alaq ki, elə UFC-nin 8 çəki kateqoriyasının 4-ündə demək olar əksəriyyətində güləş yönümlü idmançılar daha çox irəli çıxırlar və Dağıstan məktəbi deyirlər. Həbib Nurmagomedov elə hal-hazırda P4P-də birinci yerdə olan İslam Maxachev çox güclü güləş bacarığı ilə tanıyırıq onu. Necə fikirləşirsən? Bilirlər ki, Rafael stoyka vuruşur. Hamı onun döyüş stilini tutub, bilib. Döyüş stilini sadəcə olaraq dəyişməlidir ki, güləş öz sözünü deyir. Yəni götürək Xabibdən bütün döyüşlərini güləşin hesabına aparır. Yəni və yeri gəlmişkən hal-hazırda izləyicilərimizə çatdırım ki, Fərman Həsənov Ruslan müəllim qalib gəlməyi bacardı. Ay maşallah, təbrik edirik. Biz də təbrik edirik və ümid edirik ki, 4 döyüşlük kontrakt var və digər döyüşlərində də bu artıq bir yeni eranın başlanğıcı sayıla bilər. Necə fikirləşirsiniz? Düzdür. Elədir ki, var. Əhsən. Çox ciddi rəqibə. Yəni rəqib kifayət qədər güclüydü Cəfər və biz az əvvəl həmkarımız Kənan bildirdi ki, Eriklə olan xüsusi təyinatlı olub və xüsusi təyinatların fiziki gücünün, dözümlülüyünün nə dərəcədə yəni dözümlü olduğunu hər kəs bilir və bu cür rəqibə qarşı belə bir performans göstərmək, belə bir məncə əla göstərmək məncə Afərin. Biz də təbrik edirik. Qaldı bizim 2 döyüşçümüz. Qaldı 2 döyüşçümüz və ümid edirik ki, onlar da qalib gələrək biz döyüş həvəskarlarını, həmvətənlərimizi, Azərbaycan xalqını sevindirəcəklər. Hal-hazırda sujetimiz var. Onu izləyək, yenidən geri dönəcək. Qarışıq döyüş sənətləri olan dünyaca tanınmış döyüş təşkilatı UFC növbəti görüşlərini yenidən paytaxt Bakıda keçirəcək. Milli Gimnastika Arenasında baş tutacaq gecədə oktagona ümumilikdə 26 atlet çıxacaq. Tədbirə maraq qatan əsas məqamlardan biri də qəfəsdə mübarizəyə qoşulan yerli idmançıların ötən ilə nəzərən daha çox olmasıdır. Yerli azarkeşlərin diqqəti isə ilk növbədə gecənin əsas qarşılaşmasına yönələcək. Azərbaycanın ən tanınmış MMA döyüşçülərindən biri olan Rafael Fiziyev yüngül çəki dərəcəsində Meksikalı Manuel Torres ilə üzə gələcək. Muay Thai məktəbindən gələn və zərbə texnikası ilə seçilən Fiziyev UFC-də keçirdiyi möhtəşəm döyüşlərlə azarkeş rəğbəti qazanıb. Onun rəqibi Manuel Torres isə təşkilatın ən təhlükəli nokaut ustalarından hesab olunur. Meksikalı döyüşçü aqressiv üslubu və döyüşləri erkən bitirmə bacarığı ilə tanınır. Statistikalar da bunu təsdiqləyir. Torresin endirdiyi dəqiq zərbələri statistikasına baxdıqda, onların 66%-i rəqib əsas məqsədinin rəqibi nokauta aparacaq həlledici zərbəni tapmaq olduğunu göstərir. Məhz buna görə mütəxəssislər bu qarşılaşmanı gecənin ən dinamik və baxımlı döyüşlərindən biri kimi qiymətləndirirlər. 13 qalibiyyət, 5 məğlubiyyətlə peşəkar MMA karyerasını davam etdirən Rafael Fiziyev isə zərbələrinin müxtəlifliyi ilə seçilir. UFC statistikasına əsasən onun dəqiq zərbələrinin 43%-i rəqiblərinin baş nahiyəsinə, 40%-i bədənə, 17%-i isə ayaqlara yönəlir. Bu göstəricilər Azərbaycanlı döyüşçünün oktagonda çoxşaxəli və hesablanmış döyüş tərzinə malik olduğunu göstərir. Fiziyev üçün bu görüş təkcə növbəti qələbə şansı deyil.
doğma azarkeşlər önündə qələbə qazanmaq və yüngül çəkidə yenidən iddia Bakıda qələbə qazanaraq reytinqdə daha yüksək pillələrə qalxmaq hədəfləyir. Beləliklə, Milli Gimnastika Arenasında keçiriləcək UFC Fight Night gecəsində həm yerli döyüşçülər, həm də dünyanın müxtəlif ölkələrindən gələn MMA ustaları azarkeşlərə unudulmaz anlar yaşatmağa çalışacaqlar. İzləyiciləri, biz hal-hazırda Milli Gimnastika ilə üzbə-üzdə yerləşən, yaxınlıqda yerləşən Alov Parkındayıq və kameralarımızı burada qurmuşuq. Çünki ölkəmiz mötəbər döyüş gecəsinə ev sahibliyi edir. Artıq prelims qarşılaşmalar başa çatıb və bu gecədə bizim iki həmyerlimiz Tahir Abdullayev və Fərman Həsənov rəqibləri üzərində qalib gəliblər və bizim növbəti qonağımız var. Mən istərdim onu sizlərə təqdim edim. Pərvin Qorçu, idman jurnalisti. Xoş gördük səni Pərvin. Çox sağ olun İbrahim. Pərvin, ab-hava necədir? Artıq ikinci ildir ki, sən özün də UFC döyüşçüləri ilə birbaşa əlaqədəsən, onlardan müsahibə alırsan, həm döyüş öncəsi, həm içində olursan, belə deyək. Hal-hazırda necə fikirlərsən? Səncə, yəni ölkəmizdə keçirilən bu UFC gecəsi UFC-nin MMA-nin inkişafına ölkəmizdə necə təsir göstərəcək? Təbii ki, inkişafına çox böyük təsir göstərir. Ümumiyyətlə, xoş haldır ki, ikinci il dalbadal ardıcıl olaraq UFC Bakıda keçirilir və gələn ildə gözlənilir və hətta ondan sonraki ildə gözlənilir. Bu, həmçinin yerli idmançılar üçün böyük bir təkandır ki, onlar dünyanın ən yaxşı liqasına vuruşmaq üçün həm can atsınlar, həm məşqlərində daha əzmkar olsunlar, daha namizədlərdəndir və son döyüşündən sonra bildirdi ki, mən daha da motivasiyalıyam və daha da qabağa getmək fikrindəyəm. İstəkliyəm, bəli. Baxmayaraq ki, məğlub olmuşdu çempiona, hal-hazırki çempiona. Əslində Nazim özü düzdür. Bakıda döyüşündə qələbə qazandı və ondan sonraki qarşılaşmada Ziyam üzərində səhv eləmirəmsə məğlub oldu və o döyüşdə sanki Cəfər Nazim özünə oxşamırdı və yəqin ki, razılaşarsınız, biz hər birimiz ondan qələbə gözləyirdik və əslində atmosfer, ab-hava kifayət qədər yüksək idi. Yəni çünki qələbə qazandırdan sonra idmançıların bilmirəm belə olur yoxsa, amma hər bir halda Cəfər özünə inamı daha da artır. Yəni səncə həmin döyüşdə Nazimdə nə çatmadı? Yəni nəyi səhv elədi? Belə demək istəyərdim. Yəni ola bilər ki, döyüş stilini qura bilmədi Nazim, onun üçün məğlub oldu. Yəni buna görə ola bilər. Bir tərəfdən də arxayınçılıq da ola bilər. Məsələn, dalbadal döyüşləri udanda idmançıda istər-istəməz arxayınçılıq olur. Yəni bu da təsir edə bilər. Bir qədər rahatlaşır. Bəli, rahat gördü. Və digər Gəlib izləyə bilir, həm də ki, özlərini evdəki kimi hiss edirlər. Yəni özləri hamısı bunu vurğulayır. İstər Dağıstanlı idmançılar olsun, istər də digər ölkələr. Ümumiyyətlə, yəqin ki, razılaşarsınız, hal-hazırda ölkəmizdə keçirilən UFC Fight Night Bakı turniri çox maraqlı davam edir və kifayət qədər maraq yaradır. Həm maraq yaradır, eyni zamanda şou da var. Çünki nokaut da var, boğucu fənlə qalib gəlmək də var, 8 saniyəyə qalib gəlmək də var. İndi qarşıdakı main kartlarda bizi nələr gözləyir? Çünki nəzərə alaq ki, həm Fiziyev oktagona çıxacaq, eyni zamanda hələ İkram Aliskerov da döyüşəcək, hansı ki, Həbib İslamın bir növ həmyerlisidir, onların məşqini keçib, görüb, belə deyək. Bizim bağlantımız olmalıdır arenadan, hal-hazırda mümkündürsə, əgər təqdim edə biliriksə, Həcərə bağlanaq. Xoş gördük Tahir, təbrik edirik. Möhtəşəm qələbə əldə etdiniz həqiqətən. Təbii ki, ilk növbədə sizin təəssüratlarınız bizim üçün çox önəmlidir. Hamıya sağ olun, demək istəyirəm, təşəkkür eləmək istəyirəm bayilişkilərə. Kimlər ki, stadionda yığışıb. Biraz öncə elə biraz başa düşmürdülər nə baş verir. Mən onlara ayıltdım, qışqara ki, yatmayın, oyanın. Onlara hamıya çox sağ ol demək istəyirəm. Təəssüratlar əladır, çox super. UFC-də mən Masaldan olmuşam. Özüm Masaldan Xalzalı kəndinəyəm. Hansı kənddən Masalın özündə tanımayan, Masalda yaşayıb və mənim kəndim Xalzalı kəndini tanımayanlardan çoxdur. Yəni mənəm kənddən çıxmışam və bu cür dünyanın bir nömrəli orqanizasiyasında iştirak etmək mənim üçün çox böyük təəssüratlar, çox özümü şəst hiss edirəm. Xoşbəxtsiz. Xoşbəxt. Bəs Tahir, mənə maraqlıdır ki, rəqibimizlə döyüşəndə, yəni gözlənilməz məqamlar çox oldu hər bir halda. Rəqibimizin çıxışını necə dəyərləndirirsiniz və elə bir rəqib varmı ki, istəyirsiniz növbəti döyüşlərdə onunla qarşılaşasınız? Rəqibimin çıxışların, yəni mən udvit eləmədi. Niyə? Çünki mən gözlədim ki, o mənə qaçacaq. Mən qladiatoram, mən tankam mənim qabama
Mənlə vuruşanı mən ya gec ya tez aşırdıracam. Ya gec ya tez. Yəni bu mən özümə güvənirəm və bunu da eləyirəm gördüyünüz kimi də. Prosto mən bilirdim ki, bu qaçacaq. Prosto mən maraqlıdır ki, hansı raunda kimi o qaça biləcək, hansı raunda bu yorulacaq və onu tutdum. Sonuncu raundla bağlı təəssüratlarınız, rəqiblə bağlı bir anlaşılmazlıq oldu sanki. Rəqibimdir, əlbəttə ki, mən onun ikinci raundun ortasında sağ gözün yatızdırdım. Mən elə bildim ki, ikinci raundun ortasında saxlayacaqlar. Çünki siz onu görmədiniz, onu mən gördüm. Bir gözlə vuruşurdu, sol gözüm bağlamışdı. Mən bilirdim ki, gec yatız o həmin üzdən yəni palçet edəcək. Hər şey əla, hər şey süper, sizə sağ olun. Əla. Təşəkkür edirik, uğurlar sizə bir daha, təbriklər. Sağ ol, görüşmək ümidi ilə. Sağ olun. Və döyüşçümüz Tahir bəy bizə öz təəssüratlarını bölüşdü. Bizimlə həqiqətən də çox möhtəşəm bir qələbə əldə etdi və ümid edirik, inanırıq ki, bundan sonraki döyüşlərində də, qarşılaşmalarında da ən azı bu cür qalibiyyət əldə etməyi bacaracaq. Hello, congratulations. So my question about the general atmosphere here, how do you feel? What's your emotions for currently? O que você achou da atmosfera aí, da vibe que você está sentindo agora? Pô, gostei muito, né? A gente sabia que a gente estava num território inimigo aqui, né? A torcida toda do meu oponente, mas eu tô aqui para lutar, para dar show, independente para quem for. Então tô muito feliz e me sentindo, pô, não dá nem para explicar, muito feliz com a vitória aí. I really enjoyed it. I knew I was coming into enemy territory. The crowd was backing my opponent, but I felt really good and I feel really happy now. And what was the key to your win tonight? Qual foi a chave da vitória? Pô, eu acredito que o trabalho duro, né? Eu trabalho duro todos os dias e tô pronto para todas as áreas da luta. Então acredito que esse é o segredo, trabalhar duro todos os dias, acordar e saber o que você quer da sua vida. I think it was all my hard work. I work hard every day. I train hard, and I think that's really the secret to winning anything in life. And what was your future plan? Do you have the favorite opponent? E no futuro, tem alguém em mente? Pô, eu não tenho ninguém em mente, mas como eu disse, eu queria lutar na França, porque meu pai hoje esteve aqui comigo no corner, mas nos Estados Unidos eles não conseguem ir. Então na França seria um ótimo lugar ter meu pai junto comigo no corner. Nunca perdi com ele no corner, então queria manter essa invencibilidade. I don't have a name in mind, but like I said, I wanted to fight in France. My father was in my corner. I never lose with my father in my corner. Unfortunately, he's not able to go to the United States right now, so I would love to fight in France. Thank you so much. Thank you. Congratulations again. Bəli, gördüyünüz kimi daha bir müsahibimiz var idi və Nashimoto öz fikirlərini bizimlə bölüşdü. O qeyd etdi ki, əvvəlcə sualım ondan ibarətdir ki, onun ilkin təəssüratları nələrdən ibarət idi. O bildirdi ki, həqiqətən də ki, buradakı atmosfer çox möhtəşəm idi. Azarkeşlərin dəstəyi, buradakı qarmaqarışıqlıq və o əlindən gələn etdi ki, rəqibinə qalib gəlsin. Daha sonra isə bildirdim ki, bəs onun qalibiyyətinin açarı nədən ibarət idi? O da bildirdi ki, heç bir şey, təbii ki, əsas buradakı məqam onun çox çalışmağı, üzərində çox işləməyi və sona qədər mübarizə aparmağından ibarət idi. Yəni təqsir, çox çalışmaq, çox mübarizə aparmaqdan ibarət idi. Və növbəti sualımsa ondan ibarət idi ki, bəs gələcək planlar nələrdən ibarətdir onun ümumiyyətlə. O da qeyd etdi ki, burada onu dəstəkləyənlər çox olmasına baxmayaraq, onun valideyni səhv etmirəmsə burada yox idi, dəstəkləyənlər arasında onun və bu onu üzürdü. Bir növ belə bir cümlə işlətdi onun tərcüməçisi və biz də ona növbəti döyüşlərində uğurlar arzu etdik. Congratulations again. So, what do you think of the here atmosphere, Baku? To be honest, it's my first time here in Baku and I love this country. I knew it would be like this. I knew, and I'm here. The fans are crazy in a good way. They're so friendly. They always screamed when they saw me. They always scream like glory to Ukraine. They all support me, my country, my coaches, my people. The food is amazing. The drink is amazing. Alcohol is amazing. I didn't try, but my coaches, you see, they are a little bit tired. It's because they have fun, not me. No, it's a joke, to be honest. And I hope I will fight next year here in Baku. And I want to say, Chok Sal. Yes, sure. Big thank you, right? Yes, Chok right. Sal. Yes, right. Thank you. So, and what do you think about your opponent perform on the stage? How have you evaluate? So it's the young guy. He's a little bit older than me.
he's hungry. He wanna win. It's his UFC debut, you know, and he wanna prove it. So I knew that you cannot finish this guy so fast. Even he have less experience. Even he is like I was big favorite, but it's the fight, you know. It's never can be so easy. So he tried to punch me. He punched me. But I was always close to him. I was always looking for the damage. I catch him for the body. I was always there. He punched me, but I still winning. And I knew that every round his confidence will go down and I will find my finish. Yeah, I started to load a little bit in the first round. The game plan was just to play, but I really wanna hit someone hard. So I tried to control it myself for the first round, but I had it in the second. Thank you so much. Good Thank luck. you. Good luck. Bəli, müsahibimiz qeyd etdi ki, bəs əvvəlcə soruşdum ki, ümumi atmosfer haqqında düşüncələr nədən ibarətdir? Azarkeşlərlə bağlı da qeyd etdi ki, ümumiyyətlə ilk dəfə də Azərbaycana gəlir və növbəti yenə bura gəlmək istəyir. Buranın yeməklərini çox bəyənib, insanları çox bəyənib, insanlar çox mehribandır, çox səmimidirlər və buranı çox həqiqətən sevib, özünə çox yaxın bilib və qeyd etdi ki, bir daha ki, bəs xüsusilə yeməklər onun üçün unudulmaz olub və bu atmosferdə ona çox müsbət təsir edib. Növbəti sualım isə döyüşlə bağlı idi daha çox ki, bəs o rəqibinin çıxışını necə dəyərləndirir? Ümumiyyətlə rəqib haqqında nə düşünür? Bildirdi ki, rəqibi gənc bir belə deyim, rəqib də onun üçün gənc idi və bu deyir döyüşdü, hər an hər şey ola bilər. Deyir əvvəlcə mən yaxşı başlamadım birinci raundda. İstədiyim kimi getmirdi heç bir şey və rəqibi də onu belə deyək, zədələməyə çalışmışdı, səhv etmirəmsə, amma o bunun öhdəsindən gələrək rəqibinə qalib gəlməyi bacardı və bildirdi ki, yenə də bu döyüşdü, hər şey ola bilər, gözlənilməz məqamların şahidi ola bilərik və sona doğru bildirdi ki, o artıq qalib gələcəyinə əmin idi və belə də oldu və öz təəssüratlarını bizimlə döyüşçü bölüşdü. Merhaba. Merhaba. Təbrik edirik. Çok teşekkürler. Təbii ki, ilk öncə bilmək istəyirdik, buradakı atmosfer, düşüncələriniz nələrdən ibarətdir? Özünüzü necə hiss edirsiniz? Qalib gəldiniz və ümumi düşüncələrinizi öyrənmək istəyirdik təbii ki. Ya doğrusu söyleyeyim, benim hayalim her zaman Türkiye'de bir dövüşmek istedim. Burası Türkiye değil ama Türkiye'nin, yani ben Türkiye gibi, yani ikinci Türkiye ve o kadar yakınız, o kadar Türk insan geldi buraya destek vermeye, çok güzeldi. Bəs öz rəqibinizi, döyüşünüzü necə dəyərləndirirsiniz? Özünüzdən razı qaldınız, yoxsa nəsə çatışmayan məqamlar da var idi? Öz döyüşünüz haqqında nə fikirləşirsiniz ümumiyyətlə? Biliyordum dikkat olmam lazımdı birinci roundda ve aynı zamanda boxing taktiklerimi göstermek istedim. Gösterdim ama aynı zamanda tam bitiremedim. Onun için kendi boğmaya gittim. Təşəkkür edirik, sizə uğurlar arzu edirik növbəti döyüşlərinizdə də həmçinin. Minnətdarıq. Sağ olun. Bəli, gördüyünüz kimi digər müsahibimiz də öz fikirlərini bölüşdü və o baxmayaraq ki, başqa bir ölkəni təmsil edirdi, amma türk əsilli olduğuna görə müsahibəni də bizə öz dilində, türk dilində verdi və təbii ki, döyüşdən sonra xüsusilə döyüşçülər çox gərgin olurlar, çox yorğun olurlar. Buna baxmayaraq onlar bizimlə öz düşüncələrini, hisslərini bölüşməyə çalışırlar. Mənim sizə buradan çatdıracaqlarım hələ ki bundan ibarət idi. Yenidən növbəti müsahiblərdə görüşmək ümidi ilə. Bəli, əməkdaşımız Həcər Vəliyeva UFC Fight Night Bakuda qalib gələn, prelims döyüşlərdə qalib gələn idmançılardan fikirlərini öyrəndi və ətraflı məlumatı bizə çatdırdı. Mənim isə növbəti qonağım var. Qonağımızı sizlərə təqdim edim. Gecədə qalib gələn digər bir həmyerlimiz Tahir Abdullayevin meneceri Şiraslan Kərimovdur bizimlə. Xoş gördük. Salam dostlar. Təbrik edirəm qələbə münasibəti ilə. Ümumiyyətlə, qələbə öz yerində və qələbəyə qədər bir yol var ki, hansı ki onu izləyicilər görmürlər və o pərdə arxası məqamları ilk olaraq istərdim izləyicilərin diqqətinə çatdıraq ki və necə oldu ümumiyyətlə Tahir Abdullayev UFC ilə müqavilə imzaladı və Şiraslan bəy sizin də burada müəyyən bir əməyiniz var menecerin üzərinə, çünki idmançının tanınması, onun karyerasında irəli getməsi bilavasitə menecerdən asılıdır.
Bəli, tamamilə razıyam sizlə. Ümumiyyətlə, hal-hazırdakı vəziyyətdə mən təkcə menecer kimi yox, bir dost kimi Tahirlə artıq keçən dəfə mən Instagramda tapdım. 21-ci ildə biz onunla tanış olmuşuq. Elə bir UAE Warriors-unda Donetsk Minskə qarşı döyüş tapmışam mən onun üçün. Təklif elədim ona ki, hazırsanmı? Yoxsa yox, bu döyüşdə iştirak eləməyə. Tahir Abdullayevin o vaxt 24 yaşı var idi. Deyib ki, mən hazıram. Sən mənə döyüş ver. Mənim üçün problem yoxdur vuruşmağa. O vaxt Donetsk Minski ən perspektivli Avropa döyüşlərdən biri idi. Hətta grappling üzrə Avropa çempionatı olmuşdu həmin il və Tahir Abdullayev onu 24 saniyanın içində məğlub elədi və nokautla qələbə qazana bildi. O vaxtdan 21-ci ildən Tahirlə yol keçmişik. Həqiqətən. Bəli, uzun bir yolunuz var. Ümumiyyətlə Bakıdakı döyüşdə Nascimento çox güclü rəqib idi. İndi bu Tahir Abdullayev çox güclü rəqibini məğlub etməyi bacardı və nokautla qalib gəldi. Orada bir məqam oldu. Az əvvəl biz digər qonağımız Ruslan müəllimlə müzakirə edəndə bu məqama toxunduq. Əslində rəqib bildirdi ki, mən döyüşmək istəyirəm. Hakim onu artıq döyüşü bitirmişdi. Ümumiyyətlə orada nə baş verdi tam olaraq? Orada bildiyiniz kimi texniki nokaut qələbə necə sayılır? Hakim nə vaxt döyüşü dayandırır öz qərarı ilə. Var ki, nokaut tam sönürsən, var ki, texniki nokaut dayandırılır. Həmin Bəli, bu amma məqam döyüşçü döyüşmək istəyirsə? Yox. Orada siz bir dənə yaxşı baxsaz, bir anlıq döyüşü nokaut olundu. Yəni çox tam ciddi fəsadlara gətirib çıxara tam bilər. sönmüşdü. Bəli. Döyüşü tam sönmüşdü həqiqətən. O tam söndü və hakim onu görəndə özünə gələndə dayandırıldı döyüş. Çünki artıq bu döyüşdür. Bir dəfə bu debütdür. Debütdə 4 döyüşlü müqavilə verilir artıq. O çempionluq döyüşü deyil ki, o qədər zərbə gəlsin üstüvə və hakim baxsın və dayandırmasın, axıra qədər gözləsin. Hakimin orada işi nədir? Bu qaydasız döyüş deyil də, bu mixed martial art. Qarışıq döyüş idman növləri. Qaydasız döyüş olanda təpik qoyurdular. Əvvəllər UFC izləyənlər yəqin ki, razılaşar. Hətta çox qeyri-adi qayda qanun var. Əlcə yox idi. Əlcə yox idi. Yəni idmançılar hətta bir-birinin saçından belə tuta bilirdilər. Bəli, vururdular. Yəni indi müasir zamanda müəyyən qaydalar var və hakimin orada rolu nədir? Vaxtında döyüşü dayandırmaq. Çünki döyüşü əlbəttə ki, vuruşmaq istəyəcək. Amma məsəl üçün siz fikir versək, Pereira'nın döyüşündə o da tam nokauta düşməyib Cyril Gana qarşı. Amma hakim dayandırıb döyüşü. Çünki görür ki, Pereira buraxır. Nə qədər çox belə zərbələr buraxırsansa, o qədər sən gələcəkdə əziyyət çəkəcəksən. Ona görə döyüş dayandırılıb. Hətta buna baxmayaraq ki, ikinci raund Nascimento'ya sarı vərəqə vermək istəyirdilər. Çünki aktiv deyildi, qaçırdı Tahirdən. Hətta orada bir məqam oldu. Qeyri-qanuni zərbə indi. Bəli, birinci raundda, bəli. Yəni o məqamda da çirkin döyüş, ümumiyyətlə UFC izləyiciləri bəli, başa düşürlər belə. Tam olaraq belə deyirlər. Siz az əvvəl Alex Pereira, Cyril Gan döyüşünə toxundunuz. Hətta Alex Pereira, Pərvin özü bildirmişdi ki, mən şikayət edəcəm döyüşlə bağlı. Ümumiyyətlə Gan özü yəqin razılaşarsınız, bir növ illegal döyüşə çox meyillidir. Hətta Aspinal'la qarşılaşmada belə yəni gözə barmaq hərəkəti olmuşdu. Ondan əvvəlki döyüşlərində də bu kimi hallar yaşanmışdı. Səncə bu kimi halların döyüşdə idmançılara nə dərəcədə mənfi təsiri var? Ümumiyyətlə idmançıya pis təsir edir. Çünki onun həm konsentrasiyasını, həm döyüşə yönləndirdiyi taktikanı falan yerindən poza bilər. Elə bir ki, bir sözlə döyüşçünü qıcıqlandırmağa çalışır və onun qurmaq istədiyi döyüşü qoymur aparsın. Ona görə belə şeylərin qarşısını çalışırlar, əvvəlcədən alırlar, belə xəbərdarlıqlarla, xal almaqla. Amma bir tərəfdən də toxundun ki, döyüşü tez saxladılar. Çünki idmançının gələcəkdə Şiraslan da vurğuladı, daha böyük fəsadlarla üzləşə bilər, böyük ağır zərbələr ala bilər, ağır travmalar ala bilər. Ona görə qoymurlar belə davam etməyə. Amma bir məqamda da elə olur ki, döyüşçü cüzi bir zərbə alır, ondan qan açılır. Amma tamaşaçı baxanda elə bilir ki, çox ağır bir zərbə alıb, amma o ona heç bir maneçilik törətmir döyüşünü aparmağa. Əslində UFC özü düzdür, bu məqamlara çox ciddi yanaşır Şiraslan bəy. Sizcə, yəni gələcəkdə hətta bir ara müəyyən müzakirələr var idi ki, çox ciddi qaydalar olsun. Hətta döyüşçülərin parter vəziyyətində qalması belə müəyyən saniyə limiti qoyulması fikirləşilirdi və yaxud gözə barmaq və yaxud digər müdaxilələrdə çox ciddi
ciddi idmançılara cəzalar tətbiq olunmalı. Lakin Dana White özü açıqlamasında bildirdi ki, hələ ki bu müzakirələr gedir. Amma necə fikirləşirsiniz? Ümumiyyətlə idmançının parter vəziyyətində qalması üçün yəni belə bir təşkil olunsa, qayda tətbiq olunsa daha doğrusu, yəni uyğundurmu sizcə? Nə dərəcədə UFC-nin inkişafına təsir edəcək bu? Açığı mən eşitməmişim ki, belə bir müzakirələr rəsmi səviyyədə gerirlər. Çünki həqiqətən biraz məntiqsizdir. Bu qarşı döyüş idman növüdür, mix martial art və burada cürbəcür idman növlərindən, judodan, güləşdən, karatedan, sambodan, boksdan idmançılar gəlirlər. Və məsəl üçün hansı bir idmançıya fürsət verib başqasından onu götürmək məncə düzgün deyil. Məsəl üçün bir məsələ gətirim sizə. Güləşçilər şikayət edirlər ki, bəs döyüş niyə ayaq üstə başlayır? Biz ayaq üstə başlayırıq, hələ ki salmalıyıq partera. Parterada salanda artıq ayaq üstə vuruşanlar deyir ki, bizi partera salırlar, imkan vermirlər döyüşməyə. Çalış, özünə fürsət yarat, parteradan bu vəziyyətdən çıxmağa öyrən. Bu qarşı döyüş idman növüdür. Burada hər şey bacarmalısın, universal olmalısan. Amma bir məqamda var, yəqin ki razılaşarsınız. Ümumiyyətlə UFC bir növ döyüşün şou qisminə daha çox qaçır. Çünki idmançılardan da oktagonun içində qan tələb olunur. Belə deyək, qanlı döyüşlər görmək istəyir izləyicilər və elə olan təqdirdə hətta gecənin bonusunu belə kifayət qədər belə qanlı döyüşlərə verirlər. Sizcə, yəni UFC-nin də burada bir qədər marağı varmı? Burada biz gördüyümüz UFC tədbiri bu mexanizmdir, şoudur. Və sən əgər yaxşı güləşçisənsə, necə bayaq demişik biz, bu qarşı idman növləridir. Sən gəlib oktagon içində güləş göstərməməlisən. Cəmaata maraqlı deyil. Raundda ona çox ağır zərbələr endirə bilərdi və 3 raund ərzində onu sıxıb necə 9-10 ya qələbə necə qazanmışdır Movsar Evloev. Hamısı decisiondan və güləşlə. Bunu da rahat ola gətirib çıxara bilərdi. Yox. Çünki həqiqətən sən gəlirsənsə bura, hazır olmazsa şou göstərməyə. Hətta bonus da verirlər. Məsəl üçün performance of the night, sonra döyüş, gecənin döyüşü, ayın döyüşü, ilin döyüşü. Əsas şoudur. Əslində bu bir növ şoya qaçmaq qismi bizə bu il mən deyərdim ki, şok yaşatdı həqiqi mənada və biz bir daha şahidi olduq ki, heç kəs məğlubiyyətsiz deyil. UFC-də sıfırlar amili var idi. Filan döyüşçü 18-0 davam edir, digəri 20-0-dır. Xamzat Chimaev, hansı ki, hər kəs ondan heç vaxt məğlub olmayacağı belə bir yaratmış. Fikir var idi, bəli, amma o da məğlub oldu. Elə İlya Topuryanın özü, yəni İlya Topuria, Leron özü 17-0 idi. Geyci demək olar, yəni adamın karyerasını... Bəli. Amma o döyüşdən sonra Rafael qayıtdı ki, yəni mən Geyci ilə 2 dəfə 30 dəqiqə vuruşmuşam və mən ondan daha yaxşı vuruşmuşam. Amma aslında Topuria'da 25 dəqiqə, 30 əslində Topuria'da döyüş 4 round 20 dəqiqə dözdü, bəli, 20 dəqiqə 4 round. Biraz da dözsəydi əslində rekord bilərdi. Amma Topuria Geyci üçün çox asan rəqib idi, belə də stil baxımından. Baxaq kimə uduzub Geyci. Holloway-a sürətli vuran, çox belə cəld idmançı, hansı ki sürətə daha üstünlük verir və ondan qabaq elə Topuria uduzmuşdu. Yox, Geyci kimə uduzdu sonra? Bundan qabaq Həbibə uduzmuşdu. Holloway uduzdu. Geyci bu arada ancaq Holloway uduzdu. Həbibə uduzmuşdu axırıncı vaxt. Bir də bu. Həbib peş. Bir maraqlı məqam var. Geyci Həbib Nurmagomedovdan səhv eləmirəmsə belə bir Oliveira'nın çəkənsinə çatdırdı zərbəni də. Orada nokaut 100% olmalı idi. Hər bir halda belə bir maraqlı statistika var. Geyci Həbib Nurmagomedovdan raund alan yeganə döyüşçüdür. Yəni Həbib də bilirik ki, yəni Həbibin güləşi UFC-də ən güclü güləş sayılır. Ondan sonra da davamçı olaraq İslam Makhachev gəlir. Söhbətimiz çox maraqlı gedir. Bir sujetimiz var. Sujeti izləyək, daha sonra geri dönəcəyik. Bakıda məni məğlub etmək istəyən silahla gəlməlidir. Bu sözləri ötən il UFC-nin təşkilatçılığı ilə Bakıda keçirilən Baku Fight Night turnirində oktagona çıxan əslən Azərbaycanlı döyüşçü Nazim Sadıqov Braziliyalı rəqibi Nicolas Motto üzərində inamlı qələbə qazandıqdan sonra səsləndirdi. Həmin gecə Sadıqov peşəkar MMA karyerasında 11 qələbə, 2 məğlubiyyət və 1 heçəcə ilə yoluna davam edir. Aqressiv döyüş tərzi, yüksək temp və bitirici zərbələri ilə seçilən Azərbaycanlı atlet UFC-nin yüngül çəki dərəcəsində ən təhlükəli döyüşçülərindən biri hesab olunur.
UFC statistikasına nəzər salsaq, Nazim Sadıqovun endirdiyi əhəmiyyətli zərbələrin təxminən 63%-i baş nahiyəsinə, 22%-i bədənə, 15%-i isə ayaqlara yönəlir. Bu göstəricilər onun daha çox nokaut hesablanmış hücumlara üstünlük verdiyini və rəqiblərini ayaq üstə döyüşdə təzyiq altında saxlamağı sevdiyini göstərir. Nazimin növbəti rəqibi olacaq Braziliyalı döyüşçü isə peşəkar MMA karyerasında 15 qələbə və 6 məğlubiyyət əldə edib. Onun statistik göstəriciləri də kifayət qədər maraqlıdır. Endirdiyi əhəmiyyətli zərbələrin təxminən 70%-i baş nahiyəsinə, 20%-i bədənə, 10%-i isə ayaqlara dəyir. Bu isə Braziliyalının da əsasən ayaq üstə döyüşə üstünlük verdiyini və rəqiblərini güclü zərbələrlə sarsıtmağa çalışdığını göstərir. Beləliklə, qarşıdan gələn görüşdə azarkeşləri iki hücuma meyilli döyüşçünün maraqlı qarşı durması gözləyir. Hər iki atlet zərbə mübariləsini sevir, erkən qələbə qazanmağı bacarır və rəqibə nəfəs almağa imkan vermir. İndi isə Nazim Sadıqovu növbəti ciddi sınaq gözləyir. Azərbaycanlı döyüşçü UFC-də yenidən Braziliyalı rəqiblə üz-üzə gələcək. Görəsən bu dəfə Braziliyalı atlet həmyerlisinin uğursuzluğunun əvəzini çıxa biləcək? Yoxsa qara canavar doğma Bakı azarkeşləri önündə növbəti dəfə gücünü nümayiş etdirərək qələbə seriyasını davam etdirəcək? Bu sualın cavabı Oktagonda veriləcək. Bəli, sujeti izlədik. Yenidən hər vaxtınız xeyir, əziz döyüş həvəskarları. Qonaqlarım isə Tahir Abdullayevin meneceri Şiraslan Kərimov, eyni zamanda idman jurnalisti Pərvin Qorçudur. Söhbətimizə istərdim qaldığımız yerdən davam edək. Əslində gecənin main kartında bir döyüş başa çatıb. Abus Magomedov qalib gəldi Michal üzərində. Digər döyüşdə isə İkram Aliskerov Bruno Ferreira ilə qarşılaşır. İkram özü müsahibəsində bildirmişdi ki, yəni ona bir sual ünvanlandı ki, küncünüzdə Həbib Nurmagomedov olacaq ya yox və yaxud İslam Makhachev. O isə cavab verdi ki, İslamın döyüşü var. Yeri gəlmişkən Yangeri ilə üz-üzə gələcək İslam. Həbib isə sparingin görmədiyi idmançıların küncündə dayanmır. Necə fikirləşirsiniz bu fikirlə? Bu fikir ümumiyyətlə bu yanaşma, hansı ki Həbib Nurmagomedov kimi bir döyüşçü, adam UFC-nin irəli çəkən simalardan biri sayılır. Conor McGregor'un da əməyini unutmayaq bu arada. Ümumiyyətlə öz həmyerlisinə qarşı belə bir yanaşma sizcə, təbii ki Həbibin qərarına hörmət edirik. 100%. Başqa seçimimiz də yoxdur. Siz məndən sonra mən də utanıram da. Həbib nədir düzdür? Nəticə var. İslam özünü göstərir, Osman özünü göstərir, döyüşçülər özünü göstərirlərsə, əgər Həbib belə deyirsəsə, orada hansı bir məqam var, hansı biz bana düşmürük. Amma burada məntiq görürəm mən. Əgər sparringi görməyibsə və döyüşçüyə tam şəkildə köməklik göstərməyib başlıqdan, məsuliyyət göstərmək istəmirdi özlərinə. Yəni döyüşçünü tanımır. Tanımır, ha. Tanımır. Nə texnikası, yəni vuruşmağına bələd deyil. Niyə məsuliyyət götürməlidir? Sabah desinlər ki, Həbibin tələbəsi uduzub. Gəldi və uduzdu. Və ümumiyyətlə İkramla Xamzat Çımayevin müəyyən bir bundan əvvəl Brave-də səhv eləmirəmsə onlar üz-üzə gəliblər və Xamzat Çımayev İkramı məğlub etmişdi. Daha sonra hətta İkram Whittaker'a məğlub olanda Xamzatın videosu da yayılmışdı. Yəqin ki görmüşdü sosial şəbəkələrdə. Xamzat deyirdi ki, qisas alacam və çıxdı Whittaker'ı hətta çənəsini sındırdı da, yəni o səviyyədə. Bakıda keçirilən mətbuat konferansında bir sual da verildi İkrama ki, Xamzatla revanş istəyərsən. O bildirdi ki, hələ ki bu haqda düşünməmişəm və buradakı döyüşmə fokuslanmışam. Yeri gəlmişkən buradakı döyüşdə İkramla hansı nəticəyə ümid etmək olar? Elə İkram Aliskerov Bruno Ferreira ilə döyüşür hal-hazırda və döyüş başlayıb main cardın gecənin əsas döyüşlərindən biri sayılır. Yeri gəlmişkən. Pərvin buyur. Yəqin ki, o da qalib gələcək bu döyüşü. İndi hal-hazırda bu döyüşü izləyənmirik tam olaraq ki, bilək gedişat necə gedir. Statistik fikir mübadiləniz olacaq. Bəlkə heç özü də inanmazdı, amma hər bir halda güclü döyüşçüdür, maraqlıdır ki, nə ilə yadda qalacaq. Yeri gəlmişkən bizim hal-hazırda bağlantımız var. Mümkündürsə təqdim edək izləyicilərimizə. Поздравляю с победой. Какие эмоции в данный момент испытываете?
Rahmat katta. Emotsiya 1 yildan keyin urushganimga uzoq vaqt urushmadim. Yutganimdan juda xursandman. Aytish qiyin. Спасибо большое. Я уже год не дрался. Эмоции очень счастливые. Словами не описать. Я очень рад за то, что выиграл сегодня. Что, на ваш взгляд, стало главным фактором этой победы? Главный фактор Xudo berdi. Avvalo Xudo bermasa hech gap emas, lekin opitim ham ko'p. Xudoyim shuni sabab qilib balkim yutgandirman. Что могу сказать? Во-первых, Всевышний дал мне эту победу сегодня. Я делал все причины и старался выиграть. И результат от Всевышнего, да, я выиграл. Этот бой оказался сложнее или легче, чем вы ожидали? Men kutganimdan oson bo'ldi. Men 3 raundda страховка olib jang boshlagan edim. Честно говоря, я ожидал этот 3 раунда, да, хороший бой, но легко обошелся я первый раунд за самбитель. Да. Сегодня вы показали отличный бой. А что в дальнейшем? Dальше, xudo xolasa yilda oxirigacha 2 ta bo'y o'tkazmoqchiman. Nasib yilda oxirigacha topga kirish niyatim bor, reytingga. Дальнейшие планы я хочу провести еще 2 боя до конца года и войти в топ-15. Спасибо, поздравляю еще раз. Spasiba вам большое. Biz müsahibimizin düşüncələrini öyrəndik və müsahibimiz qeyd etdi ki, həqiqətən də o açığı özü də gözləmirdi ki, belə bir asan qələbə əldə etsin və düşünürdü ki, 3 raund gedəcək döyüş. Amma gözlədiyi kimi olmadı. Rəqibini sizin də izlədiyiniz kimi çox asanlıqla rəqib üzərində qələbə qazandı və bundan sonra isə artıq düşünür ki, növbəti rəqiblər haqqında fikri ondan ibarətdir ki, gələcək planları ondan bağlıdır ki, artıq top 10-luqda, top 15-likdə olan idmançılarla mübarizə aparmağı düşünür oktagonda. Gələcək planları bundan ibarətdir. Və rəqibin haqqında da onu qeyd etdi ki, yəni onun üçün də bu bir növ əslində gözlənilməz qələbə oldu. Və müsahibimizin düşüncələri bunlardan ibarət idi. Поздравляем! Вы одержали победу с нокаутом. И, по-моему, это был ваш самый короткий бой. Что вы о себе думаете? Спасибо большое. Да, действительно, бой был очень быстрым.